Amerika ilə İran İslam Cümhuriyyəti müzakirə aparırlar. Dünənləri 17 fevralda da Cenevada bir müzakirə keçdi İranla ABŞ-in arasında. Əlbəttə, məlumdur ki, bu müzakirələr nə xərtə nəticə verəcəklər. Donald Trump bir ay zaman təyin edibdi ki, bu bir ayda gərək bu müzakirələr bir yerə yetişsin. Bilirik ki, indi oruçluq başlayır və ehtimali var ki, Amerikalılar bu bir ay məsələsini, bu oruçluğu nəzərdə tuturlar. Avropa televizyonlarında da mübahisələrdə deyilir ki, müsəlmanların o oruç ayın hörmətini saxlamaq üçün imkanı vardı, müharibə başlanmasın. Amma müharibə ona baxmaz ki, oruçluqdur ya, məhərrəmdir ya, nədir. Hər halda bu bəhsi vardır ki, imkanı var, müharibə başlansın. Yəni, o məktub ki, Trump yazmışdı Xamneyə, onda bir növ ultimatum veribdi. Yəni, Trump məktubunda Xamneyə yazmışdı ki, ya gərək nüvə silahın və nüvə təsisatın yığışdırasınız, qoymayasınız və balistik raketləri də aşağı zətdə saxlayasınız, yəni uzaq gedən raketisi olmasın, yoxsa müharibəyə gərək hazırlaşasınız. Yəni, sözü bu idi ki, ya gərək təslim olasınız, ya da cəng olacaq, müharibə olacaqdır. İndi nəzərə yetişir ki, İslam Cümhuriyyətinin içində bir iddia o fanatik adamlar vardılar. Onlar deyirlər ki, indiki millət narazıdır hökumətdən, bəlkə də müharibə bizim xeyrimizə qutuldu. Yəni, müharibə olsa, millət hökumətindən müxalifət göstərməzlər. Deyərlər, xarici düşmən hücum gətiribdir. Hamımız birləşək, bu xarici düşmənin qabağında duraq. O bir tərəfdən də İslam Cümhuriyyətinin Xarici İşlər Naziri, ayrı rabitləri qonşu ölkələrlə danışıqdadırlar, çalışırlar ki, onları desinlər ki, vasitəlik eləsinlər, qoymasınlar ki, Amerika İrana hücum gətirsin. Xamneyinin sözündə təkrar eləyirlər, deyirlər, biz Amerika İrana hücum gətirsə, biz məcburiyyətdə qalacaq ki, Amerikanın bazələrin ölkədə, regionda hamısının balistik raketlərinə vuraq. Daha bu qoymayacaq ki, keçmişdəki kimi onlar gələrlər, bombardman eləyərlər, çıxala gedərlər. Onlar gəlib bombardman eləsələr, biz də onların bazələrin hamısının balistik raketlərindən dağıdacaq. Nə xərtə də Amerika əskəri ölür, ölsün, indi bu məsələdir. Budur ki, əgər əlbəttə Səudi Ərəbistanın Xarici İşlər Naziri də Amerikaya müsafirət eləyəndə Amerikanlılara demişdi ki, İrana hücum eləməyin. Amma əgər məcburiyyətdəsiz ki, hücum eləyəsiniz, elə hücum eləyin, elə vurun ki, o dahi reaksiya göstərə bilməsin. Yəni, məntəqəni ota çəkə bilməsin. Məncə, indiki Amerikanlılar bir belə hərbi gəmi, hərbi təyyarə gətiriblər, İranın ətrafında yerləşdiriblər və günbə-gündə artırırlar. Bu bir ayda da yəqinən artıracaqlar. Bundan ötürdür ki, İslam Cümhuriyyətinə icazə verməsinlər ki, reaksiya göndərsin. Həm hərbi ləhazdan onların imkanı var ki, İranın o raketlərin, balistik raketlərin neutralizə eləsinlər. Həm də İsraillərin, Amerikalıların, İngilislərin İranın içində
hökumətin içində adamları vardı, casusları vardı. Onların əlindən də eləyə bilərlər. İranın reaksiyasının qabağını alsınlar. Yəqinən bunlara da fikirləşiblər. Təbiətən danışıqlarda söhbət budur ki, əgər müharibə başlansa, bu müharibə regional bir müharibə olacaqdır. Amerikalıların da tamam çalışması bundan ötürüdür ki, İslam Cumhuriyeti'ne icazə verməsinlər ki, bu müharibə başlansa, onu regional bir müharibəyə çevirsin.